Sağlam gördüğünüz gibi söktüm salafanları inşallah. Ama burada belə bir şey var. Malyar işləyəndə salafan üstündə kardon olub. Buranı belə cızıblar. Yəni pol əvvəlki vəziyyəti adi palıd rəngi idi. Onun rəngini mən dəyişdim. Ceviz rəngi ilə əvəz elədim. Əvvəlki rəng burada şkafın içində qalıb. Fərqi görürsünüzsə fikir verin. Fərq var. Belə. Bu ələdəki quruntu. Bunu inşallah üstdən nolovka şkurka ilə yonduqdan sonra 2 dəfə də lak vuracağım. Onda tam qəşəng vəziyyətdə görünəcək. Əgər sizdə belə polunuz varsa, sizin də belə polunuz varsa, rəngi xoşunuza gəlmirsə, dəyişmək istəyirsinizsə, nömrəni qoyacağım, əlaqə nömrəsini istəyən müraciət edə bilər.